8-ci bölüm. Kosmik müharibə. Zamanın başlanğıcından bəri dünya hökmdarlığı uğrunda bir-birlərini qəddarcasına öldürən, hamısı güc və şan şöhrət üçün rəqabət aparan tağutların daimi axınına şahid olub. Lakin bu insanlar bütün tağutların Rəbbi və ağası olan həqiqi hökmdarının sadəcə və sadəcə kölgələridir. Əsl savaş bu aləmdəkindən daha böyükdür. İncildə bildirildiyi kimi. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, rəhbərlərə, hökmranlıqlara, mövcud olan qaranlığın kosmik qüvvələrinə, səmavi yerlərdəki ruhani şər qüvvələrə qarşıdır. Efeslilər bölüm 6 ayə 12. Şərrin rəhbəri bir çox adla tanınır. İblis, şeytan, Lusifer. O, Əbu Kəzb, yəni yalanın atasıdır. Maraqlısı budur ki, onun ən məşhur adlarından biri olan zülmətin əmiri adı üstü örtülü şəkildə bildirir ki, o məlik deyil, əmirdir. Bəlkə də bu onun atasına olan üstü örtülü bir istinaddır. İblis var olmazdan əvvəl Simbəs var idi. İblisin bildiyimiz şərri daha şərli və nəcis olan Simbəs ilə müqayisədə heç nədir. Şər, əxlaq tanımadığından İblis öz atasını öldürdü və şərrin hökmdarı olaraq taxta çıxdı. Bu aləmdə Simbəs çoxdan unudulub. Zaten Simbəs əslən bu aləmdən deyildi. İblis də atası kimi cindir və cinlər başqa bir aləmdəndir. Başqa bir planetdən deyil, başqa bir boyutdan. Bəzən bizimlə yanaşı mövcud olan şeylər olur, lakin biz onları görə bilmirik. Götürək radionu. Bütün kanallar eyni anda yayımlanır. Amma biz sadəcə öz tezliyimizdəki, cihazımızın qoşulduğu tezlikdə olan kanalı eşidə bilirik. Bizim həqiqətimiz də eyni ilə bu cürdür. Biz məxsusi bir tezliyə qoşuluruq. Ona görə də başqa tezlikdə olan şeyləri görə bilmirik. Baxmayaraq ki, onlar həqiqətən də mövcuddur. Bəzən hiss edə bilərsən ki, səninlə birlikdə otaqda başqa bir şey də var. Hərdən oturduğun vaxt otağın o biri tərəfində durduğu yerdə yerə bir şey düşür və ya səs çıxır. Bu cür fenomenlərin səbəbkarı cinlərdir. Cin sözü ərəb mənşəlidir. Tüstüsüz otdan da cinləri yaratdı. Pak olanların ruh aləmində bir soyu paylaşdıqları kimi, xəbis ruhlar da bir soyu paylaşır. İblis bu aləmdə mövcud olan bütün şər insanların mənşəyi və atasıdır. Məxluqatın ən pisi onun soyundan gəlir. Və siz artıq onun nəslindən olanların bir çoxunun adını bilirsiniz. Şərrin xidmətçiləri ilə xeyrin xidmətçilərinin müəyyən ortaq nöqtələri var. Hər iki qrup təkrar-təkrar yer üzünə gəlir.
Özləri üçün tarixdə bir ad qoyub gedirlər. Xeyir həmişə bəşəriyyəti doğru yola yönəldir. Şər ruhlar isə tamamilə əksini edir. Onlar insanları azdırmaq üçün təkrar-təkrar bu dünyaya qayıdırlar. Pərvanələr kimi bu şər ruhlar da işığa gəlirlər. Məxluqların ən pisinə adətən Allahın xəlifəsinin ətrafında rast gəlmək olar. Məsələn, Həzrəti Muhammed Əleyhisselamın bəzi səhabələri o həyatlarında və ondan öncəki hər həyatlarında Allahın dininə düşmənçilikdə möhkəm qaldılar. Əbu Bəkir, Allah ona lənət etsin, əvvəllər Musa Əleyhisselamın düşməni olan Firon olaraq inkarnasiya etmişdi. Ömərin ruhu yaradılışın ən başlanğıcına gedib çıxır. Ömər, Allah ona lənət etsin, tarixdə ilk qatil, Adəmin oğlu Qabil idi. Xeyir və şər arasındakı döyüş zamanın özü kimi qədimdir. Və nəinki hər dövrdə, bu planetlə yanaşı bu planetdən kənarda da hər yerdə baş vermişdir. Biz bu kainatda yeganə varlıqlarıqmı? Əksər insanlar xüsusilə keçən əsrdə bu sualı özlərinə veriblər. Sübutlar göstərir ki, cavab heç şübhəsiz ki, xeyirdir. Keçən bir neçə ildə Kepler kosmik gəmisi komandası hamısı bizim Günəş sistemi xaricində olan ulduzların orbitlərində 3000-dən çox yeni planet kəşf etmişdilər. Onlardan bəziləri öz ulduzlarının yaşanıla bilən zonalarındadır. Hətta alimlər artıq qəbul edirlər ki, sadəcə fərziyyəyə əsasən belə kainatda yeganə sivilizasiya biz ola bilmərik. Əgər başqa yerlərdə texnoloji cəhətdən yüksək inkişaf etmiş sivilizasiyalar varsa, ola bilsin onlar da bizim kimi bir planetlər arası səyahət vasitəsi kəşf ediblər. Bu da belə bir sual doğurur. Biz niyə onlarla heç vaxt əlaqəyə girə bilməmişik? Bəlkə də biz hər dəfə səhv yerlərə baxırıq. Bəlkə də dünyadan kənar həyata dair sübut ən başından bəri elə gözümüzün qabağında gizlədilib. Bəlkə də dünya miqyasında olan bir çox məşhur muzeylərdə və turistik məkanlarda əfsanəvi hibrid varlıqları təsvir edən qədim sənət əsərləri ilə qarşılaşmısınız. Krit miniatüründən tutmuş Misir Sfinksinə, qədim Mesopotamiya Lamassusuna qədər bütün bu məxluqlar insan və heyvan üzvlərinin qarışımından ibarətdir. Çox vaxt onlar qanadlı da təsvir olunur. Bu məxluqlar bugün yer üzündə dolaşan heç nəyə bənzəmirlər və bu səbəbdən də mistik sayılırlar. İnsanlar onların əzalarının qəribə formada olan qarışımına hər hansı bir şeyin simvolik təmsili kimi baxırlar. Bəs həqiqət uydurmadan daha qəribədirsə, onda necə? Qədim Mesopotamiya dastanı olan Gilgameş dastanına istinadən Lamassu adlı fantastik məxluqlar var imiş. Onlar aslan və ya öküz bədənlərindən ibarət hibridlər imiş. Qanadları qartal qanadı, başları da insan başı kimi imiş. İlk qeydə alınmış Lamassu təxminən eramızdan əvvəl 3000-ci illərə dayanır. Bu məxluqlara Mesopotamiya incəsənət və mifologiyasında tez-tez rast gəlinir. Onlardan hətta Hizqil kitabında da bəhs edilir. Lamassulara eramızdan əvvəl 3000-ci ildən etibarən qədim Mesopotamiyanın incəsənət və arxitekturasında
hər yerdə rast gəlinirdi. Nəhayət, eramızdan əvvəl 7-ci əsrdən sonra birdən-birə tamamilə yoxa çıxdılar. Bu mistik məxluqun mənşəyi nədir? Nəyə görə o, qədim Mesopotamiya əhalisi üçün bu qədər əhəmiyyətli idi? Və niyə bir mədəniyyət simvolu kimi birdən-birə yoxa çıxdı? Bu hibridlər rəssam təxəyyülünün məhsulu deyildi. Onlar yer üzünə ayaq basmış real varlıqlar idi. Lakin onların mənşəyi bu planetdən deyildi. Onların əsl adı Atvirdir. Onlar yer üzünə tarixin müəyyən dövrlərində Holfa planetindən gəlmişdilər. Qədim Babildə olduğu kimi. Ehtişamlı görünüşlərinə görə Atvirlər tez-tez əsir alınaraq hökmdarın hüzuruna gətirilirdi. İnsanlar bu yarı ağıllı məxluqların qanadlarını görüb onların mələklərə bənzədirdilər. Elə buna görə də adətən onların qoruyucu kimi təsvir olunduğunu görürük. Ən məşhur hibrid məxluqlardan biri Gizadakı Sfinksdir. Əsrlərdir insanlara bu heykəlin niyə tikildiyi və kimi təsvir etdiyi maraqlı olub. Biz artıq bu qədimi sualların cavabını bilirik. Uzun zaman bundan əvvəl Nuhun zamanında yeri silib süpürmüş böyük tufandan sonra Misir torpaqlarında Amid adlı bir peyğəmbər yaşayırdı. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Amid peyğəmbər öz dövrünün zalımlarından çox əziyyətlər gördü. Əsir edilərək ağla sığılmaz işgəncələrə məruz qaldı. Ölümündən sonra onun ənsarları hibrid məxluqları mələklərə bənzətdikləri üçün onu da onlardan biri kimi təsvir etdilər. Və bu, Sfinksin hekayəsinin həqiqi mənşəyidir. Amid peyğəmbər hazırki dövrdə 2-ci Mehdi Əba Sadiq əleyhissalam olaraq reinkarnasiya etmişdir. Bizim keçmişlə bağlı yeganə fiziki bağlantımız qədim sənət əsərləridir. Lakin əksər hallarda onlar suallarımıza cavab olmaq yerinə daha da çox suallar içində qoyur. Abidələr, qalıntılar və sümüklər dünya tarixi bilməcəsinin parçaları kimidir. Onların axtarışları keçmişimizin sirlərini açır. İnsanlar hər dəfə bu parçaları səhvən aid olmadıqları yerlərə yerləşdirməyə çalışıblar. Fosillərdən və skelet qalıntılarından bilirik ki, bizim növlər olan Homo sapiens yer üzündə gəzən ilk insani məxluqlar deyil. Bizdən əvvəl Homo erectus kimi tanınan növlər var idi. İnsanlar müasir insanlara bənzəyən, lakin aşkar şəkildə fərqlənən bu arxaik növlərin izlərini kəşf etməyə başladıqları vaxt, alimlər onların bizimlə əlaqəsini izah etmək üçün nəzəriyyələr irəli sürdülər. İndi də əsrlərdir ki, alimlər bizim növümüzü, güya ibtidai atalarımız olan növlərlə çalayan, çatışmayan bağlantını axtarır. Belə bir kəşf təkamül nəzəriyyəsinin doğruluğunu sübut edərdi. Lakin belə bir bağlantı mövcud deyil. Çünki bu planetdə sadəcə 10 min il bundan əvvəl yaşamış insana bənzər varlıqlar bizim əcdadlarımız deyil, tamamən başqa növdülər.
Onların mənşəyi bu dünyadan deyil. Beləliklə, əgər biz bu varlıqlardan təkamül etmişiksə, haradan gəlmişik? Bu sualın cavabı hələ də sir olaraq qalır. Belə ki, ümumi ictimaiyyətə məlum olmayan, həyat üçün zəruri olan bir maddə var. Bu maddə yer üzünə milyon illər öncə yad planetlər tərəfindən gətirilib. Yerdəki bütün həyat bu maddədən yaradılıb. Digərləri yer üzünə başqa planetlərdən gəldikləri halda insanoğlu kimi bəzi növlər ilk dəfə bu planetdə vücuda gəldilər. Homo erectus və Homo habilis əslində yerə uzun müddət öncə gəlmiş, burada yaşamış və ölmüş eyni növdən olan yad planetlərin bir qismi idilər. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Bizim dırnaqarası primat əcdadlarımız əslində heytan kimi tanınan bir qrup varlıqlar idi. Onları görən şəxs biraz meymunlara bənzədər və ilk baxışda insanda ağılsız olduğu təəssüratını oyadardı. Amma onlar ruhən çox inkişaf ediblər. Milyon illər bundan öncə yer üzündə məskunlaşan heytanlar Saturn planetindən gələn ziyarətçiləri qarşıladılar. O vaxtlar Saturnda yüksək inkişaf etmiş sivilizasiya Allah tərəfindən təyin edilmiş xəlifələrinə heç vaxt üsyan etməmiş salih varlıqlar məskən salmışdı. Onlar yerə Allahın yerdəki xəlifəsinə kömək etməyə və onun həqiqi dinini yaymağa gəlmişdilər. Heytanlar Saturn sakinlərindən elə möcüzələr gördülər ki, onları tanrılar sanıb ibadət etməyə başladılar. Onlar özlərindən sonra Saturna ibadətə işarə edən çoxlu əsərlər qoyub getdilər. Nəticədə insanlar da bu əsərləri kəşf edərək Saturna ibadət etməyə başladılar. Bu ənənə bugünə qədər bütün dünyada, xüsusilə də gizli cəmiyyətlərdə davam etdirilir. Bu ənənənin izləri filmlərdə və korporativ loqolarda olan Saturnun simvol və sicilləri ilə pop mədəniyyətində açıq-aydın görünməkdədir. Bugün Saturn planetində məskunlaşma yoxdur. Ora uzun zaman bundan öncə kosmik müharibə zamanı tərk edildi. Bugün bu planetdə də eyni kosmik müharibə gedir. Şeytan zəlaləti sadəcə yer üzündə yaymır. O, öz gündəmini bütün kainatda yayan şər hökümdarıdır. Milyon illər bundan əvvəl şər qüvvələr gizlicə Saturna sızdılar. Bu, fiziki hücumdan çox mənəvi qəsbkarlıq idi. Beləliklə, Allahın xəlifəsinə itaətsizliyin nəticəsində birdən-birə yeni sistemlər və inanclar meydana gəldi və Saturnluların azmasına gətirib çıxardı. Bu da onların üzərinə böyük bir əzabın gəlməsinə səbəb oldu. Onların yalnızca az bir hissəsi Allahın xəlifəsi ilə birlikdə başqa bir planetə getməklə məhv olmaqdan xilas oldu.
Allah tərəfindən təyin olunmuş bu xəlifə daha sonra yer üzündə Nuh peyğəmbər olaraq reinkarnasiya etdi və buna bənzər bir hekayə yaşadı. İnsanlar kainatın açıq kosmosuna səfər etmədən uzun zaman öncə yad planetlər arası səyahətin bir neçə müxtəlif üsulunu kəşf etmişdilər. Bu üsullardan biri kosmik gəmi vasitələridir. Və bu, insanlar arasında çox yaxşı bilinən, təsdiqlənmiş, ictimailəşdirilmiş yeganə üsuldur. Halbuki bu, yeganə yol deyil. Bir nəfər doğru nöqtəyə, başqa aləmə açılan bir portala addım atmaqla planetlər arasında səyahət edə bilər. Bu portallar və ya keçidlər bəzən müxtəlif zamanlarda açılıb bağlanır və bir nöqtədən başqa bir nöqtəyə hərəkət edərək təsadüfi kosmik səyahətə səbəb olurlar. Bəzən insanlar elə yoxa çıxır ki, heç izi də qalmır və bir də gözə dəymir. Bu örnəklərin çoxunda bu insanlar sadəcə olaraq səhvən bu dünyadan didərgin düşüblər. Planetlər arası səyahətin digər bir üsulu yad planetli bir ruhun başqa bir planetdə reinkarnasiya etməsidir. Planetlər arası səyahətin başqa bir üsulu isə müqəddəs İslami mətnlərdə keçir. İmam Əli əleyhissalam buyurur: Allah Taala Zülqərneynin istədiyi yerə getməsi üçün buludları ona boyun əydirdi. İbn Kəsir, cild 2, səhifə 103. Qur'an-ı Kərimdə buyurulur: Və səndən Zülqərneyn barəsində soruşurlar. De, tezliklə onun haqqında sizə ayələr oxuyacağam. Həqiqətən, biz onu yer üzündə yerləşdirdik və hər bir şeydən səbəblər verdik. O da bir səbəbi izlədi. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda, onu qara palçıqlı bir çeşmədə batan gördü. Onun yanında bir tayfaya rast gəldi. Kəhf surəsi 83-86-cı ayələr. Həqiqətən də Zülqərneynin sirli səyahəti planetlər arası səyahəti idi. Və Zülqərneynin kainatı dolaşmaq üçün istifadə etdiyi şey avtomobil ölçüsündə olan bioloji bir varlıq idi. Çəngəlliklərin dərinliyində yaşayan bu varlığın ulduz keçidlərini hiss etmək və insanlarla birgə onlardan keçərək səyahət etmək qabiliyyəti var idi. Zülqərneyn və ordusu bu heyvanların çoxundan 2,6 milyon işıq ili uzaqlıqdakı planetə səyahət etmək üçün planetlər arası maşın kimi istifadə edirdi. Bugün bu varlıq indiyə qədər yer üzündə mövcud olduğu halda çox az adam xaric hələ də dünyaya naməlum qalıb. Və onların yerləşdiyi cəngəlliklər geniş şəkildə kəşf edilməmiş olaraq qalır. Hər dövrdə Quranın qeyd etdiyimiz ayələri anlaşılmaz olaraq qalırdı. Bu surə Muhammed əleyhissalamın dövründə yaşayan insanların başa düşə bildikləri şəkildə nazil olub. Lakin Zülqərneynin çatdığı, günəşin batdığı yer tam olaraq bizim yaşadığımız dünya kimi deyildi. İmam Əhməd əl-Həsən əleyhissalam buyurur: Batan şey bizim anladığımız günəşə bənzədiyindən Quran onu günəş adlandırırdı. Amma əslində o, insanların rəng anlayışına görə yaşıl işıq yayan bir sütun idi. İsti palçıqlı çeşmə isə insan anlayışına görə vulkana bənzər bir şey idi. Beləcə bu sütun gün batanda onun içinə batardı.
Günəşin batdığı yerdəki millətə gəlincə, onların nəyə bənzədiklərini təsəvvür etmək bizim üçün çox çətindir. Çünki bizim planetdə onlara bənzər bir varlıq yoxdur. İmam Əhməd Əl-Həsən əleyhissalam yenə buyurur: Günəşin çıxdığı yerdəki məxluqlara gəldikdə isə, onlara ən çox bənzəyən görüntü budur. Bədənləri fərqli olsa da, üzləri demək olar ki, belə idi. Bu dünyadan kənar varlıqlar da bizim kimi nurun yoxsa zülmətin yolu ilə getmək məsələsində seçim arasında qaldılar. Zülqərneynin vəzifəsi bu yad planetli irqi hidayət etmək idi. Quranda buyurulur: Sonra o yenə yoluna davam etdi. Nəhayət iki dağ arasına gəlib çatdıqda, onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər: Ey Zülqərneyn, Yəcuc və Məcuc bu məmləkətdə böyük fitnə fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən. Kəhf surəsi 92-94-cü ayələr. Beləliklə Allah Zülqərneynə şərli Yəcuc və Məcucun keçə bilməyəcəyi bir sədd tikməsinə izin verdi. Zülqərneyn bu məmləkətin cəmaatını doğru yola çağıraraq onlara Allahın dinini öyrətdi. Xeyir və şər qüvvələr dəyişkən sayda bütün kainatda mövcuddur. Bəzi insanlar xeyrə meyillidir. Başqa yerlərdə isə balans demək olar ki, şərrin leyhinə doğru addımlayır. Hal-hazırda yer üzü təxminən 90% şərdən və 10% xeyrdən ibarətdir. Bu əks qüvvələr bu balans uğrunda daima savaş içindədirlər. Bəziləri ictimaiyyətə daha çox zərər vurmağa qadirdir. Biz onları elit təbəqə, yəni dünya liderləri və sənaye başçıları olaraq görürük. Lakin bu şəxslər göründükləri kimi güclü deyillər. Hətta onlar öz beyinlərini belə idarə edə bilmirlər. Son illər bir çox insan bu şəxslər haqqında qəribə şeylər sezib. Bəzən onların gözləri formasını dəyişir. Bir an gözləri normal görünür. Növbəti an isə gözlərində ani bir işıq parıltısı ortaya çıxır. Bu şəxslərin beyinləri Evidon planetindən gələn Şafar adlanan yad planetli irq tərəfindən idarə olunur. Daha çox bizim televizoru pult ilə idarə etdiyimiz kimi, şafarlar da insanoğlunu uzaqdan idarə edə bilirlər. Bu əcaib görünüşlü varlıqlar öz şəxsi məqsədləri naminə yer üzünü idarə etmək istəyir. Amma onların rəqibləri də var. Şafarların ən böyük rəqibi Sirius ulduz sistemində yerləşən Kusul planetindən gəlir. Onların dilindən tərcümədə Kusul səbr deməkdir. Bu da onları tanıdan atributlardan biridir. Onlar insanlığın xeyrini istəyən cömərd bir yad planetli növüdür. Onlar bu dünyadakı hadisələrlə bağlı şafarlarla böyük rəqabət içindədirlər. Və bu iki dəstə arasındakı döyüş keçmişimizə də, indimizə də və gələcəyimizə də təsir etmişdir. Heç olubmu ki, nəyinsə xüsusi bir şəkildə baş verdiyinə inanmısan? Araşdıranda isə o şeyin hamısını səhv xatırladığını anlamısan. Əgər olubsa,
Mandela effekti deyə bilinən hadisəni yaşamısan. İnsanlar bu fenomenə ilk dəfə 2010-cu ildə Nelson Mandela'nın öldüyü elan olunduğu vaxt önəm verdilər. O zaman bir çox insan çıxış edərək onun 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində öldüyünü canlı xatırladıqlarını iddia etdilər. Kollektiv səhv xatırlamanın digər örnəkləri bütün internetdə yayılmağa başladı. Məsələn, Ulduz Müharibələri filmindəki C-3PO robotunun qızıldan olduğunu düşünsəniz yanılarsınız. Əslində onun bir ayağı gümüşdən idi. Və əgər Qar Kraliçasının məşhur sualını "Ayna, ayna gözəl ayna, kimdir ən gözəl söylə mənə" olaraq xatırlayırsınızsa, səhv edirsiniz. Düzgün ifadə "Ayna, ayna, sehirli ayna, kimdir ən gözəl söylə mənə" idi. Magic mirror on the wall, who is the fairest one of all? Kollektiv yaddaşlar siyasına, məşhur filmlərdən tutmuş marka adlarına, ictimai xadimlərin ölümünə qədər tarixə baxıldığı zaman heç vaxt baş verməmiş hər şey daxildir. Şafar və Kusul sakinləri də daxil olmaqla bəzi yad planetli növlərinin zaman və məkanda səyahət etməyə imkan verən yüksək texnologiyalar var. Tariximizin zaman xəttinə təsir edən növlər də var. Bu növlər gələcəyə təsir etmək üçün hadisələrlə oynayır və onları dəyişdirirlər. Bu dəyişikliklərin kəpənək effekti, Mandela effekti deyə yaşadığımız şeydir. Günümüzdə bu planetdə olan yad planetlərin sayının milyonlarla olmasını öyrənmək bəlkə də sizi şok edər. Amma gözə dəyməməyin müxtəlif yollarını tapdıqları üçün heç kimin onlardan xəbəri yoxdur. Bu yad planetli varlıqların bir çoxu formalarını dəyişdirərək insan görünüşünü alırlar. Bəziləri də tam fərqli yanaşma tətbiq edirlər. Dünyanın hər yerində, yer qabığının altında məskunlaşan, heç vaxt gün işığı görməmiş bir yad planetli irqi yaşayır. Onlar yer üzündə insanoğlundan daha uzun müddətdir ki yaşayırlar, lakin biz heç vaxt onları görməmişik. Bugün bu yüksək zəkalı varlıqlar yerin insanoğlunun çata bilmədiyi dərinliklərində yaşayırlar. Lakin bir zamanlar Türkiyədə dərinquyu olaraq bilinən yeraltı şəhərdə yaşardılar. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Onlar sadəcə quyulardan birinin ağzını bağladılar və yerin daha dərinliklərinə çəkirdilər. O dərinliklərə ki, dünyanın hər yerində olan yeraltı şəhərləri bir-birinə bağlayır. Onların yeraltı şəbəkəsinin qarışqa koloniyasına bənzəməsi ola bilsin diqqətinizi çəkmişdir. Bu məxsusi bir dizayndır. Çünki bu yad planetli irq eyni ilə qarışqa kimi yaşayır. Bu məxluqlar telepatik əlaqə quran fərqli bir növdür və ruhsal olaraq çox inkişaf etmişdir. Onların çoxu mömindir və İsa əleyhissalamın tərəfdarlarıdır və onun qayıdışını gözləyirlər. Onların çoxu Qaim əleyhissalamın ənsarı olacaq. Hətta bəziləri artıq onun dəvətinin ordusuna qoşulmuşdur. Bu bizim hamımızın hər planetin hər yerində savaşdığı bir döyüşdür.
Uzun zaman bundan əvvəl Əhl-i Beyt əleyhissalam kainatın hər yerində dəstəkçilərinin olduğuna işarə ediblər. Biharül Ənvar kitabında nəql edilir ki, İmam Hüseyn əleyhissalam belə buyurur: Allah Taala'nın şərqdə qızıldan 12.000 qapısı olan Cəbəlqə adlı bir şəhəri var. Hər qapının arası bir fərsəxdir. Hər qapıda atlarını yəhərləyərək, qılınclarını və silahlarını itləyərək bizim qaimimizin qiyamını gözləyən 12.000 döyüşçüdən ibarət bir qala var. Mən onların da üzərinə Allahın höccətiyəm. Əllamə Məclisi Biharül Ənvar kitabı 27-ci cild 48-ci səhifə. Bab 15, hədis 9. Bu şəhər yer üzündə deyil, başqa bir aləmdədir. Əzəldən bəri Allah bizə deməyə çalışıb ki, xeyir və şər arasındakı əbədi müharibə bu aləmin hüdudlarını aşır. Əhl-i Beyt əleyhissalam bütün aləmlərdə nurun mənbəyidir. Harada onların nuru varsa, orada zülmət də olmalıdır. Şər qüvvələrə iblis başçılıq edir. O, həqiqətən də qalib olacağına inanır. Onun bu inamı heç də əsassız deyil. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Xeyir və şər qüvvələr demək olar bir-birlərinə bərabərdir. Amma bu o demək deyil ki, Allah və şeytan da bir-birinə bərabərdir. Daha doğrusu, hər iki qüvvə demək olar ki, eyni gücə sahibdir. Əgər iblisdən gizlədilmiş bəzi ilahi sirlər olmasaydı, şər xeyri çoxdan məğlub etmişdi. İblis Allaha qarşı gəlmədən və zülmətin ağası olmadan öncə mələklərlə birgə cənnətdə yaşayırdı. Həddən artıq xidmət və təslimiyyəti ilə tanınırdı. Bu səbəbdən də hal-hazırda sui-istifadə etdiyi böyük elmlə mükafatlandırıldı. İlahi elm bir vasitədir. Xeyrə də istifadə oluna bilər, şərrə də. Bu sadəcə olaraq onu daşıyanın qəlbindən asılıdır. Məsələn, götürək smartfonları, o həm Quran oxumaq üçün, həm də pornoqrafiyaya baxmaq üçün istifadə oluna bilər. Vasitə eynidir, niyyət və tətbiq isə tamamilə fərqlidir. İblis, zəlaləti kainatın hər yerində yaymaq üçün əlindəki bu ən önəmli vasitədən istifadə etməkdədir. Amma o, nəinki bu aləmdə, heç bir aləmdə qalib olmayacaq. Hal-hazırda hər planetdə nurun qoruyucusu, intizarı çəkilən xilaskar, Ali Muhammed əleyhissalamın qaimi var. Planetlər arası qiyama hazırsanmı?